Bakıdan yerin mərkəzindən keçməklə xəyali ox keçirilir. Onun digər ucunun yer səthinə çıxdığı məntəqənin coğrafi koordinatlarını və bu məntəqəyə aid olan xüsusiyyətləri müəyyən edin. Bakının coğrafi koordinatları 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğudur. Bu məntəqədən biz ox keçirsək, o zaman bu yerin digər məntəqəsi çıxdığın koordinatlarını biz 40 dərəcə şimal enliyini, 40 dərəcə cənub enliyi olacaq və 50 dərəcə şərq uzunluğunun əks meridianı isə 130 dərəcə qərb uzunluğu alınmış olur və bu məntəqəyə aid olan xüsusiyyətlər göründüyü kimi bu məntəqə birinci məntəqədir və birinci məntəqə üçün doğru olan xüsusiyyətlər. Mülayim işıqlanma qurşağında yerləşir. Təbii ki, bu doğrudur. 40 dərəcə 23.5 ilə 66.5 arasında yerləşdiyi üçün bu A doğrudur. Yaz gecə gündüz bərabərliyi günündə günəş şüalarının günorta vaxtı düşmə bucağı Bakı ilə eynidir. Təbii ki, yaz gecə gündüz bərabərliyi günü günəş ekvatorda zenitdə olur. Həm Bakı 40 dərəcə şimal enli, həm də 40 dərəcə cənub enli ekvatordan 40 dərəcədə məsafədə yerləşdiyi üçün deməli, burada günəşin düşmə bucağı da eyni olur. Doğrudur B variantı da. C'də 180 dərəcəlik meridiandan olan ən qısa məsafə Bakı ilə eynidir. Təbii ki, 50 dərəcə şərq uzunluğu 180 dərəcə meridian arasında 130 dərəcə. 130 qərb uzunluğu arasında isə 50 dərəcə fərq olur. Bu eyni ola bilməz. Ən uzun paraleldən olan ən qısa məsafə Bakı ilə eynidir. Təbii ki, ekvator nəzərdə tutulur. Ekvatordan həm 40 dərəcə şimal enliyinə, həm də 40 dərəcə cənub enliyinə məsafə eynidir. A və B, D cavabları doğrudur. Yay gündönümdə gündüzün uzunluğu Bakıdan daha çox olar. Əksinə olaraq yay gündönümündə günəş şimal tropikində zenitdə olduğu üçün Bakıda gündüz daha uzun, digər məntəqədə isə gündüzün uzunluğu qısa olacaqdır. Cavabımız A, B və D, B variantı uyğun gəldi.